Salam uşaqlar. Bu gündən dövrətmə periodu, dövrətmə tezliyi, bucaq sürətinə aid bir neçə suala baxaq. Deməli, birinci sualda cismin 1 dəqiqədə 20 dövr etmişdir deyir. Dövrətmə periodunu tapın. Deməli, 1 dəqiqədə t bərabərdir 1 dəqiqə 20 dövr etmişdir. Böyük enimiz deməli 20-dir. Dövrətmə periodunu istəyir. T bərabərdir sual. Düsturumuzu yazaq. Deməli, t bərabərdir kiçik t bölünsün böyük n. Düstura görə t bərabərdir kiçik t'miz 1 dəqiqə. 1 dəqiqəni çevirsəm, deməli, olası 60 saniyə bölünsün 20 dəqiqə. Bunu da bölsəm, deməli, 3 saniyədə dövr etmişdir. Yəni, dövrətmə periodu burada 3 olacaq. Keçək ikinci suala. Deyir ki, saatın dəqiqə əqrəbinin dövrətmə periodu saniyə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Deməli, saatın birinci dəqiqə əqrəbinin dövrətmə periodunu tapaq. T dəqiqə dövrətmə periodu 1 saat. T saniyə deməli, olasıdır 1 dəqiqə. Bunu da çevirsəm, 1 saatim da 60 dəqiqədir. İndi deyir ki, dəqiqə əqrəbi saniyə əqrəbindən neçə dəfə çoxdur? Deməli, dəqiqə əqrəbi saniyə əqrəbindən 60 dəfə çoxdur. 3. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 12 radian bölünsün saniyə, dövrətmə periodunu hesablayın. Pin də bizə 3 veribdir. Deməli, çevrə üzrə bərabər sürətlə maddi nöqtənin bucaq sürəti omega bucaq sürətidir. Bunu bizə 12 verib. Deməli, pi bərabərdir 3-dür. Dövrətmə periodunu t bərabərdir sual. Verilənləri yazdıq. İndi düsturu yazaq. Omega bərabərdir perioddan olan düstur. Omega bərabərdir 2 pi bölünsün period, yəni t. T'ni tapmaq istəsəm, buradan t bərabərdir 2 pi bölünsün omega almış olarıq. T bərabərdir 2 vurulsun pimiz 3. Pimiz 3. Omegamız da 12. Deməli, bundan da bunlar getsə 1 bölünsün 12. 1 bölünsün 6-ya gedəndə 2. O da bərabərdir 0,5 almış olarıq. Cavabımız 0,5. Dördüncü suala baxaq. Deməli, deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 60 radian bölünsün saniyədir. Dövrətmə tezliyini hesablayın. Deməli, verilənləri yazaq. Omega bərabərdir 60, pi verildir 3, dövrətmə tezliyini n istəyir bizdən. Deməli, n sual. Düsturumuzu yazaq. Omega bərabərdir 2 pi n. N də buradan tapmaq istəsək, deməli, n bərabərdir omega bölünsün 2 pi. İndi, n bərabərdir omegamız 60, 2 pi. 2 vurulsun 3. 60 da 6-ya bölsəm 10. Cavabımız olacaq 10. Keçək 5-ci suala. Deyir ki, çevrə üzrə 6 radian bölünsün saniyə bucaq sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyədə gələr? Neçə saniyədə gələr? Burada bax, bu formadadır, elə bil bax. Bura A nöqtəsidir. Burada B nöqtəsidir. Deməli, A nöqtəsindən B nöqtəsinə deyir, neçə saniyədə gələr? Bucaq sürəti omega bərabərdir, deməli 6. Pi bərabərdir 3. Buradan bura yarım period gəlibsə, deməli, bizim onda T'miz nəyə bərabərdir? T bərabərdir, period bölünsün 2. Periodu buradan tapmaq istəsəm, periodumuzun özü də nəyə bərabərdir? Tənasübdən 2 T'yə bərabər olmuş olacaq. İndi düsturdan gətirib bizdən nə istəyir? Deməli, neçə saniyə gələr? T'ni istəyir bizdən. T'miz sual. Düstura görə gətirib qoysaq, omega bərabərdir 2 pi bölünsün böyük T.
Buradan yazım. Deməli, omeqamız 6 bərabərdir. 2 pi, yəni 2 vurulsun 3 bölünsün. T'ni də gətirib yerinə nə yazıram? Deməli, 2t. 2t. 2'lər buradan ixtisar gedir. 6t bərabərdir 3'ə. T də bərabərdir 0,5. Almış olaraq cavabımız olacaq 0,5. 6-cı suala baxaq. Çevrə üzrə 20 pi radian bölü saniyə bucaq sürəti ilə bərabər sürətli hərəkətdən cisim nə qədər müddətdə 4800 dövr edər? Deməli, omega bərabərdir 20 pi yazırıq. Böyük enimiz, yəni dövrlərin sayı deyir ki, bizə 4800'dür. Bizdən zamanını istəyir. T bərabərdir sual. Nə qədər müddətdə zaman istəyir. Deməli, verilənləri yazdıq. İndi düsturu yazaq. Omega bərabərdir 2 pi böyük N bölünsün T. Omegamızın yerinə gətirib qoyuruq 2 pi-ni. 2 pi yox, 20 pi. 20 pi bərabərdir 2 pi. N'imiz də verib bizə 4800 bölünsün kiçik t. Buradan bunlar ixtisar getsə qalacaq burada 10. Bu 10'un bir sıfırı ilə burada 0 da gedir. Qalır nə? T bərabərdir 480. T'miz 480 deməli saniyədir. Saniyə. İndi bizə dəqiqə ilə istəyir. Burada yazmayıb, cavablarda dəqiqə iləndir. Deməli, 480 saniyə. Bunu da dəqiqəyə çevirsəm, 1 dəqiqəm 60 saniyədirsə, 480'ım da x-dir. 480'ım x-dir. Burada tərs mütənasiblik var. Deməli, x də buradan bərabər olacaq. 480 tərs mütənasiblik yox. 480 bölünsün 60. Buradan da almış olsun 8 dəqiqə. Keçək 7'yə. Deməli, saat əqrəbi 2 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? Deməli, saat əqrəbi T saat 12 saat da deməli 2 dövr edir. Böyük T'miz olacaq 2. T dəqiqə 1 saat. Deməli 12 saatda 2 dövr edirsə 1 saatda neçə dövr edəcək? Burada tərs mütənasiblikdir. Deməli tərs mütənasibliklə qarşı-qarşıya vururuq. Burada da 1x-ə vursam x, 2'ni də 12'yə vursam bərabərdir 24. Deməli, dövr etmiş olacaq. 8-ci suala baxaq. Deməli, saniyə əqrəbi 120 dövr edəndə dəqiqə əqrəbi neçə dövr edər? T saniyəmiz, T saniyə 1 dəqiqədir. 1 dəqiqədir. 1 dəqiqədə indi 120 dövr edirsə, 1 dəqiqədə 120 dövr edirsə, bəs 60 dəqiqədə neçə dövr edər? X. Burada da tərs mütənasiblikdir. Yazırıq 60x bərabərdir 120'yə. X də bərabərdir 2. Dövr edər. Bu qədər bugünlük. Sağ olun.